Sidik qaçırmadan əziyyət çəkirsiniz. Öskürdükdə, askırdıqda və yaxud da necə deyərlər, hündürdən güldükdə sidik qaçırma müşahidə olunur. Xüsusilə də menopoz dövründə olan xanımlar kompleksə düşərək evdə bunu demir. Fikirləşir, gəlinə deyərəm, utanır, qıza deyərəm, utanır və getdikcə xəstəlik progressivləşir. Artıq nəinki öskürdükdə, askırdıqda, yüngülcə belə təzyiq zamanı qadınlarda sidik axma müşahidə olur və hər hansı bir məclisdə belə xanımlar hündürdən gülməyə, askırmağa belə qorxurlar. Ya indi bu saat bunlarda sidik axma müşahidə olunacaq. Bunun doğru düzgün müalicəsi yalnız və yalnız əlimdə göstərdiyim meşlər vasitəsilə, sitkalar vasitəsilə TOT əməliyyatdır. Pasientdə özəl olaraq TOT tipidir, yəni bu əməliyyatlardır. Bu əməliyyatları düzgün, doğru, yerində icra etmək lazımdır. Niyə? Əgər orada hər hansı ölçünün düzgün nəzərə almazsan, ya sidik axmayında müşahidə olunacaq, ya da pasient sidik getməkdə əziyyət çəkəcək.